Hər kəsi salamlayıram, xoş gördük hər birinizi. Kanalımda olduğunuz üçün ilk öncə təşəkkür edirəm. Söz verdiyimiz kimi ödənişsiz sınaq dərslərimiz artıq başlayıb və hər həftə göndərilən qəbul sınaqların video izahları olacaq və bütün sualların tək-tək izahı olacaq. Sizdən xahişim odur ki, kanala abunə deyilsinizsə, əvvəlcə kanala abunə olun. Çünki YouTube'un bizə verdiyi imkanlar abunə sayına görə dəyişir və bizə verilən imkanlara görə də biz sizə kömək edə bilirik. Abunə sayı artdıqca, müəyyən bir limit sayı keçəndən sonra daha yaxşı imkanlarla sizə xidmət edəcəyik inşallah. Başlayaq test izahımıza. Bu hansı PDF-dir? Qrupa atılan 2019 qəbul 2D adında olan PDF-dir. Başlayaq 61-ci sualdan. Deyir ki, müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Qoşulubsa, deməli nə sabitdir? Gərginlik sabitdir. U konstant. Kondensatorun lövhələri arasındakı məsafəni azaltdıqda kondensatorun enerjisi və elektrik sahəsinin intensivliyi necə dəyişir? U konstantsa biz enerji üçün uyğun düsturu yazaq. Düsturda deməli həm U olmalıdır, həm də S olmalıdır. Ona görə SU kvadrat bölü 2 yazıram. Və S-nin düsturu bildiyimiz kimi epsilon 0 S bölünsün D-dir. U kvadratı və 2-ni də yazıram. İntensivliyin düsturu isə Y bərabərdir U bölünsün D-dir. İndi baxıram ki, enerji D-dən tərs asılıdır. Demək ki, D azalanda enerji artmalıdır. İntensivliyə gələndə intensivlik də D-dən tərs asılıdır. Ona görə D azalanda intensivlik də artmalıdır. Demək ki, burada hər ikisi artar, olacaq A variantı, doğru cavab. 62-ci suala baxaq. Cismin yerdəyişməsinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Hansı qrafik bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asıllığına uyğundur? İlk öncə 1, 2 və 3 hissə eləyək qrafiki. Birinci hissədəki hərəkət hansı hərəkətdir? Gəlin əvvəlcə hərəkətlərin adını yazaq. Oxun əksinə bərabər yavaşayan. İkinci hissə qrafik sükunət halıdır. Sükunət. Üçüncü hissə isə ox istiqamətində yeyinləşən, bərabər yeyinləşən. İndi ox əksinə yavaşayanda və oxun əksinə olduğuna görə deməli təcil vektoru ox istiqamətində olacaq, yəni müsbət olacaq. Burada birinci hissədə demək sürət kiçikdir sıfırdan, ona görə A böyükdür sıfırdan. Burada A sıfıra bərabərdir. Burada isə V böyükdür sıfırdan, A da böyükdür sıfırdan. İndi gəlin baxaq, qüvvə necə olur? Təcillə eyni olur. Əgər birinci hissədə təcil müsbətdirsə, demək ki, qüvvə də müsbət olmalıdır. A variantı getdi, S getdi, D getdi. Birinci hissədə qüvvəmiz müsbətdir. İkinci hissədə təcil sıfırdırsa, qüvvə də sıfırdır. Üçüncü hissədə isə ox istiqamətinə bərabər yeyinləşən hərəkət etdiyinə görə təcil müsbət olacaq və yenə də cavab olacaq B variantı. Y variantında üçüncü hissəni səhv veribdir. Cavab oldu B. Getdik 63-ə. Mütləq sındırma əmsalı n bərabər 2 olan mühitdən mütləq sındırma əmsalları n1 bərabər 2,4 və n2 bərabər 1,8 olan mühitlərə monoxromatik işıq şüaları keçir. Euler Venn diaqramında uyğun bəndləri qeyd edin. Düşmə bucağı sıfırdan fərqlidir. Deməli, birinci n bərabərdir 2-dən, birinci halda n bərabər 2,4-ə keçir buna görə. İkinci halda isə n bərabər 2-dən n bərabər 1,8-ə keçir. Baxıram ki, birinci halda sındırma əmsalı artıb, ikinci halda isə sındırma əmsalı azalıb. İndi buna uyğun artıq biz düzgün bəndləri qeyd edəcəyik. Sürət sındırma əmsalı ilə necə asılıdır? Sürət üçün düstur yazaq. V bərabərdir, S bölünsün n. S burada işıq sürətidir. Görürük ki, sürətin sındırma əmsalının tərsdir asılılığı. Sındırma əmsalı artan yerdə sürət azalmalıdır. Əksinə, azalan yerdə sürət artmalıdır. Əvvəlcə sürətləri yazaq. Sürət artır, olacaq burada. Sürət azalır, olacaq burada. Yayılma istiqaməti dəyişir deyəndə, əgər optik sıxlığı az olan mühitdən çox olan mühitə və yaxud çox olan mühitdən az olan mühitə keçirsə, hər iki halda yayılma istiqaməti dəyişəcək. Yayılma istiqaməti asan dəyişməz, mühitin sındırma əmsalı eyni olarsa. Burada da görürük ki, birincidə sındırma əmsalı artıb, ikincidə azalıb. Demək ki, hər ikisində dəyişəcək. Ona görə bu ortaya gedir.
Bir də deyir ki, düşmə bucağı sınma bucağından böyükdür. Biz bilirik ki, düşmə bucağının sinusunun sınma bucağının sinusuna nisbəti bərabərdir ikinci mühitin sındırma əmsalının birinci mühitin sındırma əmsalına nisbətinə. İndi baxıram ki, düşmə bucağının sınma bucağına nisbəti ikincinin birinciyə bərabərdir. İndi baxın, məsələn, birinci üçün yerinə qoysam, İkinci mühitin sındırma əmsalı 2/4 bölünsün 2 bərabərdir. Düşmə bucağının sınma bucağına nisbəti. Burada da görürəm ki, bu nisbət 1/2 verir də. 1/2 vermək nə deməkdir? Düzgün olmayan kəsirdir də. Bu 1-dən böyükdürsə, demək ki, düşmə bucağı sınma bucağından böyükdür. Ona görə 4 də gedir bura. İndi buna uyğun variantı axtarsaq, cavab olacaq Y variantı. 64. İnduktivliyi 2 mH olan L bərabərdir 2 vur 10 üstü -3 Henry. Müqaviməti 6 ohm, 0,6 ohm olan sarğac sabit gərginlik mənbəyinə qoşulub. Sarğacın maqnit sahəsinin enerjisi 9 mJ olarsa, onun uclarındakı gərginliyi hesablayın. Qoşulub deyir bizə. Aha, indi burada biz hansı düsturu yazarıq? Maqnit sahəsinin enerjisi var deyə, onda uyğun düsturumuz Li kvadrat bölünsün 2-dir. Biz onu tapmaq üçün İ düsturundan tapmalıyıq. Amma bizim əlimizdə İ yoxdur. Demək ki, gedib əvvəlcə buradan İ'ni tapırıq. Ondan sonra gəlib aşağıdakı düsturda yerinə qoyuruq. İndi gəlin əvvəlcə yuxarıdan İ'ni tapaq. İ bərabərdir 2 enerji bölünsün L kök altında belə olacaq. İ'ni hesablasaq 2 vurulsun 9 vurulsun 10 üstü -3 bölünsün. L'in qiyməti 2 vur 10 üstü -3. Buradan çıxır 3. O da bərabərdir I vur R olduğuna görə 3 vurulsun 0,6 bərabər 1,8 volt. Cavab olacaq D variantı. 65. F qüvvəsinin hansı nöqtələrə nəzərən qüvvə momentlərinin modulları eynidir. Qüvvə momentlərinin modulları eyni olsun deyə bərabər məsafələr olmalıdır. Təbii ki, burada görünür ki, F-dən 1-ə qədər məsafə, F-dən 3-ə qədər məsafəyə bərabərdir. Ona görə də cavab olacaq C variantı. 66. Qapalı dövrədə cəryan şiddətinin dövrənin xarici müqavimətindən asıllıq qrafiki verilmişdir. Mənbəyin daxili müqavimətinin 0,2 ohm olduğunu nəzərə alsaq, C nöqtəsinə uyğun xarici müqaviməti hesablayın. Bu kiçik yerdir. Demək, burada 6 qrafikdən nəyin qiymətidir? I qısa qapanma bərabərdir 6-ya. C nöqtəsinə uyğun I də 1-ə bərabərdir. Bizdən istəyir ki, C nöqtəsindəki R. Biz I qısa qapanma və R-dən epsilon tapa bilərik. Epsilon bərabərdir. I qısa qapanma vurulsun R. 6 vurulsun 0,2 bu elədir 1,2. Dövrü hissəsi üçün cəryan şiddəti isə epsilon bölünsün R üstəgəl R. İndi burada gətirib yerinə qoysaq 1 bərabərdir 12 yox 1,2 bölünsün R üstəgəl 0,2. Buradan hesablayıb tapsaq 1,2 bərabərdir R üstəgəl 0,2. R də buradan bərabərdir 1 ohm. Cavab olacaq B variantı. 67. Birləşmiş qablarda bir-birinə qarışmayan 1-2-3 maillərin sıxlıqları arasında hansı münasibət doğrudur? Deməli, biz bilirik ki, birləşmiş qablarda hündürlüklərin nisbəti ilə sıxlıqların nisbəti tərs asılıdır. Birinci qaba baxıramsa, birinci qabda 1-in hündürlüyü, yəni H1 böyükdür H2-dən. Ona görə də ρ1 kiçikdir ρ2 nəticəyə gəlirəm. İkinci qabda isə H2 böyükdür H3-dən. Ona görə ρ2 də kiçikdir ρ3-dən. İndi bu iki cavabı birləşdirib bir cavab üzərində yazsam, ρ1 ρ2-dən kiçikdir. ρ2 də ρ3-dən kiçikdir. Ona görə cavab olacaq bu şəkildə. Bu cavabımız da C variantındadır. 68. Rov diaqramında doymuş su buxarının halının dəyişməsi təsvir olunmuşdur. Doymuş buxardır. AB keçidi zamanı doymuş buxarın temperaturu və kütləsi necə dəyişər? Biz bilirik ki, doymuş buxarda temperatur sabit olanda P, ρ və N sabit olur. Ona görə də burada baxıram ki, ρ sabitdir. Demək ki, temperatur dəyişməz, temperatur eynidir. Amma kütləsi necə dəyişə bilər? Baxaq. Kütləni dəyişdirən nə olur? M bərabərdir ρ V. R'su sabitdir. V'si neyinib? A-dan V-yə getdikcə V oxunun əksinə gedib. Demək ki, azalıb.
onda deməli kütləsi də azalacaq. Dəyişməz azalar, doğru cavabımız D variantı. 69. Monoxromatik işıq dalğası optik sıxlığı böyük olan mühitdən optik sıxlığı kiçik olan mühitə keçir. Yəni ki, N azalır. Optik sıxlığı böyük demək, sındırma əmsalının böyük olmağı deməkdir. Kiçik demək də sındırma əmsalının kiçik olmağı deməkdir. Sındırma əmsalı azalırsa, lambda bərabərdir. Lambda 0/n-ə görə tərs asılıdır. Lambda artacaq, düzdür. Dalğa uzunluğu azalır, səhvdir, dəyişməz, səhvdir. Rəqs periodu artır, səhvdir. Çünki biz demişdik ki, işıq mühit dəyişəndə period və tezlik dəyişmir. Dalğa uzunluğu və sürət sındırma əmsalı dəfə azalır. Ona görə doğru cavab olacaq 1-5-C variantı. Getdik 70-ə. 70-də deyir ki, birinci naqilə ikinci naqil tərəfindən təsir edən amper qüvvəsi hansı istiqamətdədir? Biz demişik ki, əgər cəryan eyni istiqamətdə axırsa, bunlar bir-birini cəzb eləyəcək. Onda 1 2-ni belə cəzb eləyir. Yəni 1-in 2-yə təsir elədiyi bu istiqamətdədir. Amma 2-nin 1-ə təsir elədiyi bu istiqamətdədir. Bizə də deyir ki, 2-nin 1-ə təsir elədiyi. Baxın, birinci naqilə ikincidən təsir eləyən hansıdır? Birinciyə təsir olan budur. Ona görə seçirik burada D variantını. 71. Yaydan asılmış yükün kütləsi 4 kiloqram azaldıqda yayın uzunluğu 3 dəfə azalmışdır. mg bərabər kx düsturuna görə burada kütlə ilə uzanma necə asılıdır? Bir-birindən düz asılıdır. Onda yazıram m1 bölünsün m2 bərabərdir. x1 bölünsün x2. İndi baxıram bizə deyir ki, kütlə 4 kiloqram azalanda. Yəni son qiymət bərabərdir. Əvvəlki qiymətdən 4 kiloqram əksik. Uzanma 3 dəfə azalıb nə deməkdir? Son qiymət bərabərdir, əvvəlki qiymətdən 3 dəfə az. Və yaxud kəsr olmasın deyə belə yazaq, x1 bərabərdir 3x2. İndi bunu və bunu aparıb yerinə qoysaq, m1 bölünsün, m2-in yerinə m1 çıx 4 bərabərdir, x1-in yerinə 3x2 bölünsün, x2. Burada x2-lər gedər, qalar m1 bərabərdir 3m1 çıxılsın 12. 2m1 bərabərdir 12, m1 də bərabərdir 6. Bizdən yükün başlanğıc kütləsini istəyirdi. Bu da 6 olacaq. Cavab A variantı. 72. Eyni kütləli 3 kürə sapdan asılmışdır. Kürələrin altında müsbət yüklü lövhə yerləşdirdikdə saplarda yaranan gərilmə qüvvələri arasında münasibət. Gəlin baxaq, hər 3 kürənin aşağıya mg-si var. Kütlələri eyni olduğuna görə ağırlıq qüvvələri də eyni olacaq. Ona görə mg yazırıq hamısına. Sonra baxırıq ki, aşağıdakı lövhə müsbətdir. Birinci kürəmiz müsbət olduğuna görə bu müsbət lövhə bu kürəni itələyəcək. Yuxarı T1-dən əlavə bir dənə F elektrik qüvvəsi də var. Yəni F kulon qüvvəsi deyək. Kulon qüvvəsi. İkincidə 0-dır deyə heç bir şey eləməyəcək. Sadəcə T2 var. Burada 2 dənə qüvvə var. Üçüncüdə isə yuxarı T3 var. Amma burada müsbət lövhə mənfini dartacaq özünə tərəf cəzb eləyəcək. Ona görə F kulon aşağı olacaq. İndi birincisi üçün yazsaq, Newtonun ikinci qanunun F əvəzləyici emadı da hamısı da tarazlıqda olduğuna görə onda yuxarı yönələn qüvvələrlə aşağı yönələn qüvvələr bir-birinə bərabər olmalıdır. Cəmləri, yəni Fk plus T1 bərabərdir mg-yə. Buradan T1-i tapsaq, mg çıxılsın F kulon. İkinci halda yazırıq ki, T2 bərabərdir mg-yə. Başqa qüvvə yoxdur. Üçüncü halda T3 bərabərdir mg üstəgəl F kulon. İndi gəlin müqayisə eləyək. Birincisi, deməli, T3 ən böyüyüdür. Ondan sonra gəlir T2, ondan sonra gəlir T1. Cavabımız olacaq onda Y variantı. 73. Hansı halda cismin təcil vektoru şaquli istiqamətdə yuxarı yönələr? Yəni təcilimiz yuxarı olmalıdır. Cisim yuxarı yavaşlayan hərəkətdə. Yuxarı yavaşmaq o deməkdir ki, sürət yuxarıdır. Yavaşlayırsa bunun təcili aşağıdır. Cisim yuxarı yeyinləşir. Yuxarı gedirsə sürət yuxarıdır. Yeyinləşdiyinə görə təcil yuxarıdır. Aşağı istiqamətdə yeyinləşir. Aşağı getdiyinə və aşağıda yeyinləşdiyinə görə A aşağıdır. Aşağı istiqamətdə yavaşlayır. Aşağı sürətidir. Yavaşladığına görə A yuxarı olacaq. Bizdən də A yuxarını istəyir. Ona görə 2 və 4 olacaq. Doğru cavab Y variantı. 74-də bizə nə verilib? Dəyişən cəryan dövrəsinə qoşulmuş müqaviməti 50 ohm olan naqildə ayrılan istilik miqdarının zamandan asılılıq qrafiki verilmişdir. Cəryan şiddətinin amplitud qiymətini hesablayın. Yəni I maksimalı istəyir bizdən. Əlimizdə olan kəmiyyətləri yazaq. Müqavimət verilibdir. R bərabərdir 50 ohm. Daha sonra burada qrafikdə bir qiymətə görə götürsək, ən kiçiyi ilə işləmək daha sərfəlidir.
Deməli, Q-yə də 20, T-yə də 20. Bizdən maksimal qiyməti istəyir. O zaman biz maksimal qiyməti yazmaq üçün yazırıq ki, Q bərabərdir I maksimal kvadratı RT bölünsün 2 bərabərdir. Burada da i-mi tapsaq, i-mi bərabərdir kök altında 2Q bölünsün RT. Hesablayaq. 2 vurulsun 20 bölünsün 50 vurulsun 20-yə. 20-lər gedəndə qalır 4. Buradan da çıxır ki, 10-da 2-yə bərabər. Doğru cavab C variantı olacaq. 75. Diaqramın hansı hissəsinə uyğun prosesdə verilmiş kütləli ideal qazın gördüyü iş sıfıra bərabərdir? Görülən iş sıfıra hansı prosesdə bərabər olurdu? İzoxor prosesdə. İzoxor prosesdə əlavə olaraq ρ və n də sabit olurdu konsentrasiya. İndi ρ konstant hissəyə baxıram. Bir dənə ρ konstant var. 1-dən 2-yə cavab olacaq D variantı. 76. Epsilon y kvadrat bölünsün k hansı fiziki kəmiyyətə aiddir? Biz y-nin düsturunu yazsaq, KQ bölünsün R kvadratı və burada epsilon R kvadrat yazaq, çünki mühit var, epsilon var. Və burada olmayan kəmiyyət Q-dür. Q-nü tapsaq buradan olacaq epsilon y R kvadrat bölünsün K. Deməli ki, doğru cavab olacaq elektrik yükü, nöqtəvi yükün modulu. Çünki y-nin düsturunda yük moduldadır axı. Ona görə doğru cavab olur A. 77. Şaquli yuxarı istiqamətdə hərəkət edən liftin sürətinin modulunun zamandan asıllıq qrafiki verilmişdir. Hansı qrafik liftdəki cismin çəkisinin zamandan asıllığına uyğundur? Baxın, cisim yuxarı gedir. Ancaq yuxarı gedir. Sürətin qrafikinin necə olmağından asılı olmayaraq, sürətin istiqaməti yuxarıdır. Yəni, bu lift ancaq yuxarı qalxır. İndi, burada birinci halda nədir bu? Bərabər sürətli hərəkətdir də. Bərabər sürətli hərəkətdə biz çəkiyə mj demişik. mj-dən sabit olacaq. B-dən başqa hələ ki bütün variantlar uyğun gəlir birinci hissə üçün. İkinci hissədə isə baxın qrafikə. Neyiniyib qrafik? Sürət azalıb, yəni yavaşlayan hərəkət edib. İndi gəlin baxaq. Sürət yuxarıdır. Yuxarı yavaşlayan hərəkətdə təcil hara yönəlir? Aşağıya. Yəni, təcil aşağıdırsa, mən ikinci hissə üçün hansı düsturu yazacağam? M, J çıxılsın A. Çünki təcil aşağı olanda çəki üçün bunu yazırdıq. Burada da ilk qiymətdən daha az olacaq. Ona görə doğru cavabımız olacaq A variantı. Gedək irəli. 78. Sabit əvəzləyici qüvvənin təsiri ilə düz xətli hərəkət eləyir cisim. Bu qüvvənin işi mənfi olarsa, əvəzləyici qüvvəm sabitdir. Görülən iş mənfidir. İş nə vaxt mənfi olurdu? İş özü nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsinə. İşin mənfi olmağı, kinetik enerjinin dəyişməsinin mənfi olmağı deməkdir. Bu da o deməkdir ki, y kinetik çıx, y kinetik 0 kiçikdir 0-dan. Yəni, y kinetikin son qiyməti əvvəlki qiymətindən kiçikdir. Yəni, kinetik enerji azalıb. Kinetik enerji haçın azalardı? Sürət azalsa, impuls azalsa, impulsun azalmasına uyğun qrafikdə B variantıdır. Olacaq B variantı. 79. 79-da bizə veribdir ki, qapalı konturdan keçən maqnit selinin zamandan asıllıq qrafiki verilib. 1, 2, 3 nöqtələrinə uyğun zaman anlarında yaranan induksiya EHG-si modullar arasında münasibəti tapaq. Demək, burada 2 ilə 3 eyni qrafik üzərində olduğuna görə onlar bir-birinə bərabər olacaq. Amma bir təbii ki, fərqli olacaq. EHG-nin düsturu nədir? Bizdə modulunu istəyir. Ona görə mənfi yazmırıq. Modulda istədiyinə görə delta fi bölünsün delta t və yaxud da deyirik ki, fi-nin t-yə görə törəməsi və yaxud da tangent alfa. Fi t qrafikində tangent alfa. İndi baxıram buradakı tangent alfaya alfa 1, alfa 2. Alfa 1-in qiyməti daha böyük olduğuna görə epsilon 1 də böyük olacaq. Epsilon 2 və epsilon 3 isə bir-birinə bərabər olacaq. Doğru cavab olacaq Y variantı. 80. Hansı qrafik riyazi rəqqasının harmonik rəqslərinin periodunun onun kütləsinin asıllığına uyğundur? Riyazi rəqqasının period düsturu 2pi kök altında L bölünsün J. Göründüyü kimi riyazi rəqqasının periodu kütlədən asılı deyil. Doğru cavab olacaq C variantı. Joule bölünsün kiloqram hansı fiziki kəmiyyətin qiymətinə uyğundur? Şüalanmanın udulma dozası D bərabər Y bölüm Y burada enerjidir, M isə kütlədir. Ona görə doğru cavab D variantı.
82. Kütlə spektroqrafında maqnit sahəsində eyni sürətlə daxil olan yüklü zərrəciklərin hərəkət trayektoriyaları göstərilmişdir. Hansı zərrəciyin xüsusi yükü modulca ən kiçikdir? Xüsusi yük ən kiçik olsun. Deməli, biz burada düstur yazsaq, R bərabərdir, MV bölünsün QB və yaxud da V bölünsün Q'-B. Və buradan Q'-i tapsaq, RB, V. Deməli, eyni sürətlə daxil olduğuna görə sürət eynidir. Eyni maqnit sahəsində olduğuna görə bu da eynidir. Göründüyü kimi xüsusi yük radiusdan tərs asılıdır. Bizə deyir ki, xüsusi yük ən kiçik olsun. Demək ki, ən böyük radiusu götürəcəyik. Burada hansı çevrənin radiusu daha böyükdür? Baxın, 5-ci çevrənin. Ona görə doğru cavab olacaq 5. A variantı. Gedirik irəli. 83. Diametrləri eyni olan alüminium məftillərdən yüklər asılmışdır. İkinci məftilin nisbi uzanması olur 0,6. Birinci məftilin nisbi uzanmasını istəyir. L01 bərabərdir 2L02-yə. Bir də M1 bərabər M. Ya da elə birbaşa yazsaq, M2 bərabərdir 2M1-ə. Deməli, biz epsilonun düsturunu yazaq. F bərabərdir SY epsilon. Buradan epsilonu tapsaq, F bölünsün SY. Biz dərs sahında demişdik ki, sizinlə epsilon bərabər delta L böl L0 düsturundan epsilonun delta L və L0-dan asılılığına baxmaq olmaz. Asıllıq verən düsturu bax buradan alınır. Burada indi biz S-i aça bilərik ki, burada ehtiyac yoxdur. Lazım olsa PR kvadrat, PD kvadrat böl 4 ilə aça bilərik. F-in yerinə MJ yazarıq, çünki bizə kütlə verilibdir. Bölünsün S-yə. Və burada görürəm ki, L0-dan ümumiyyətlə asılı deyil. Yəni bunu sizə verib çaşdırmaq üçün. Epsilon kütlədən düz mütənasib asılıdır. Onda yazıram ki, çünki surətindədir. Epsilon 2-nin epsilon 1-ə bərabərdir, M2-nin də M1-ə. Epsilon 2 0,6 bölünsün epsilon 1 bərabərdir 2M1 bölünsün M1. M1-lər ixtisar olanda 2 epsilon 1 bərabər 0,6, epsilon 1 bərabər 0,3. Doğru cavab olacaq 0-dan %3 cavab. Vahid yoxdur deyə yanında. Vahid gətirmək istirdim, gördüm yoxdur. Doğru cavab ilə 0-dan %3 olur. 84. Fotoeffekt zamanı saxlayıcı gərginliyin udulan fotonun enerjisindən asıllıq qrafiki verilib. Deməli, U saxlayıcı bərabərdir 3. Qrafikin S nöqtəsinə uyğun fotonun enerjisini hesablayın. Y foton sual altındadır. Və bu nöqtəyə uyğun enerji nədir? Təbii ki, çıxış işi A bərabərdir 1-ə. Özdə burada 1 elektron voltdur, cavabı da elektron voltla istəyir. Gəlin baxaq, fotoeffekt üçün Einstein düsturunu yazsaq, Y foton bərabərdir, A çıxış, üstəgəl, Y, U saxlayıcı. Buradan tapsaq, çıxış işi 1 elektron voltdur, üstəgəl, U saxlayıcı 3-dür, bax 3 voltdur da, U voltdur. Bu da elektron, onda bu da 3 elektron volt olacaq, cavab da olacaq 4 elektron volt. 85. Kondensatorun elektrik tutumu 4 mikrofarad olan, deməli elektrik tutumu S bərabər 4 vurulsun 10 üstü -6 farad. Rəqs konturunda yaranan sönməyən elektromaqnit rəqslər zamanı kondensatorun gərginliyi zamandan asıllıq qrafiki verilmişdir. U maksimalın qiyməti 50-dir. O'nun qiyməti 10-dur. S nöqtəsinə uyğun maqnit sahəsinin enerjisini istəyir bizdən. Əgər maksimal varsa bizim əlimizdə, onda biz tam enerjinin saxlanma qanununu yaza bilərik. Bilirik ki, tam enerji bərabərdir elektrik sahəsi ilə maqnit sahəsinin enerjisinin cəmini. Bizə də SUM verilib. UM varsa demək ki, bizim əlimizdə tam enerji var. Onda tam enerjinin yerinə SUM kvadrat bölü 2. Çünki demişik tam enerji maksimal qiymətlərdən asılıdır. Elektrik enerjisinin yerinə SU kvadrat bölü 2. Maqniti isə açmırıq. Elə bu cür saxlayırıq. Çünki bizdən bunu istəyir. Və gedib buradan maqniti tapsaq, S bölü 2-ni kənara çıxartsaq, olur UM kvadrat çıxılsın U kvadrat. Bərabərdir. S-nin qiyməti 4 vurulsun 10 üstü -6 bölünsün 2. UM-in kvadratı 50-nin kvadratı çıxılsın 10-un kvadratı. Bərabərdir. 4 ilə 2 ixtisar getsə 2 vur 10 üstü -6.
50 kvadrat çıx 10 kvadrat. Bir dəfə 50 çıx 10, bir dəfə də 50 üstəgəl 10. 2-ni 4-ə 8, 8-i 6-ya 48 vurulsun 10 üstü -4 eləyir. Cavabı bizdən milli jouldan istəyir. Milli jouldan istədiyinə görə 10 üstü -3 olmalıdır. Onda 480 olacaq. 400 mən səhv yazdım deyəsən. 4800 olacaq. Deməli 10 üstü 3 yazdım bura. Üstünü 10 dəfə çoxaltdım. 10 dəfə çoxaltdımsa, burada bölməli idim ona, üzr istəyirəm. 4,8 vurulsun. 10 üstü -3 oldu. O da joule eləyir. Bu da olur 4,8 milli joule. Cavab oldu 4,8. Belə. 86. 86-da deyir ki, hansı fiziki kəmiyyətlərin qiymətləri fərqlidir? Bu mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkətidir. Nəyə görə? Baxın, A nöqtəsindən keçən bir çevrə və B nöqtəsindən keçən bir çevrə çəksək, bu çevrələr konsentrik çevrələrdir. Yəni mərkəzləri O nöqtəsindədir hər üçünün. Burada da fərqli olan nə idi? R-dən asılı olan. Çünki birinci kiçiyin radiusu budur, böyüyün radiusu budur və çöldəki çevrənin radiusu da fərqlidir də üçü də. Sürət fərqlidir, çünki V bərabər omega. Biz demişdik ki, iç-içə çevrələrdə omega və balaları, yəni period, tezlik, omega sabit olur. Ona görə V-dən düz asılıdır. R dəyişir deyənə xətti sürətin də qiyməti dəyişəcək. Tezlik period dəyişmir, bucaq sürəti dəyişmir, təcil dəyişir. Çünki A bərabərdir omega kvadratı R düsturudur. Cavab olacaq burada 1-lə 5. 87. Fotorezistorun üzərinə düşən işığın intensivliyi azalanda, işığın intensivliyinin azalması burada cəryanın azalması deməkdir. Onda A1-in göstərişi azalar. A1 ampermetrin göstərişi azalar, olacaq 2-yə A variantı. Daha sonra görək A2 ampermetrin göstərişi necə olacaq və dəyişməyən nə var burada? İndi baxaq. Bu A ampermetrin göstərişi A1 ilə A2-nin cəminə bərabərdir. A1 ilə A2-nin cəminə bərabər olduğuna görə ümumi o da azalacaq da. Nəyə görə? Çünki A2 dəyişmir, A2-yə heç nə eləmir. A2-ni dəyişdirə bilən buradakı müqavimətin dəyişməsi ola bilər. Buradakı müqavimət də dəyişmir axı. Ona görə həm bu müqavimət dəyişmir, həm də A2. R rezistorun müqaviməti dəyişmir, eyni zamanda A2 də dəyişmir. BD yazaq. İndi baxıram. Ümumi A da azalır. Çünki A2 dəyişmir, A1 isə azalıb. Demək ki, bu cəmdən toplananların biri azalıbsa A da azalacaq. Ona görə azalara getdi bu. Bəs nə artar burada? Baxaq görək. Fotorezistorun müqaviməti, fotorezistorun müqaviməti artar. Ondan keçən cəryan azalırsa, demək ki, müqaviməti artar. Bəli. Demək oldu cavabımız 1-ə Y, 2-yə AC, 3-ə də BD. Bir daha deyirəm. Fotorezistorun üzərinə düşən işığın intensivliyinin artıb azalması birbaşa cərəyanın artıb azalması deməkdir. İşığın intensivliyini cərəyan kimi qəbul edin. Cərəyanla müqavimət tərs asılıdır. Həmin qolda cərəyan necə dəyişirsə, müqavimət onun əksinə dəyişəcək və ampermetr oradan keçən cəryanı ölçdüyünə görə A1 ampermetrin göstərişi azaldı. Aşağı qolda heç bir müqavimət dəyişmədiyinə görə cəryan da dəyişmir və o qolda heç bir dəyişiklik baş vermir. A-dan gələn cərəyan A1 A2-yə bölündüyünə görə ümumi cərəyanda azalma baş verəcək. Çünki bölündüyü hissələrdən, yəni toplananlardan birinin azalması cəmin azalmasına gətirib çıxarır. Ona görə cavab oldu bu şəkildə. Getdi indi situasiya testimizə. Baxaq. Müəllim ideal qaz qanunlarını nümayiş etdirmək üçün içərisində bir atomlu ideal qaz olan 4 desimetr kub həcmli hermetik qapalı qabı manometrlə birləşdirdi. Qazı qızdırdıqda manometrin göstəricisi 60 kilopaskal artdı. İndi bizə deyir ki, qaz üzərində hansı izoproses baş vermişdir? Baxın, qapalı qab deyirsə bizə, burada izoxor proses olubdur. İzoxor. Və bizə deyir ki, qazı qızdırdıqda, demək ki, izoxor qızma prosesi. Prosesin adı budur. Sonra bizə deyir ki, uyğun qaz qanunundan istifadə edərək manometrin göstərişinin artmasının səbəbini izah edin. İzoxor qızma prosesində V sabitdir. Bizim makroskopik kəmiyyətlərimiz hansı idi? PV böl T sabit olmalı idi da. İndi bizim əlimizdə V sabitdir.
T artır. T artırsa P də artmalıdır da. Yəni təzyiqin artmağı, 60 kilopaskal artmağı buna görədir. Temperatur artdığına görə P də artacaq. Bunun izahı oldu belə. İndi keçirəm 89-a. Qazın başlanğıc halının A nöqtəsi ilə təsvir olunduğunu bilərək, qazın halının dəyişməsi qrafikini daxili enerjinin sıxlıqdan asılılıq diaqramında çəkin və cavabınızı əsaslandırın. Daxili enerjinin sıxlıqdan asılılığı ondan, rhodan. Demək, əgər bizdə izoxor prosesdirsə, izoxor prosesdə demişik ki, rho sabit olur. Demək ki, rhoya sabit çəkdik. İndi bizim temperaturumuz artıb. Baxı, burada deyir qızdırıb. Temperatur artanda daxili enerjinin dəyişməsi müsbət olur. Yəni, daxili enerji də artır. Ona görə oxumuz yuxarı istiqamətdə olacaq. Bu şəkildə olacaq. Eksperiment zamanı qazın daxili enerjisinin neçə joule artdığını hesablayın. Daxili enerjinin neçə joule artdığına baxmaq üçün hesablayaq. Əvvəlki daxili enerjidən sonraki daxili enerjini çıxmalıyıq. Yəni, delta U'nu hesablamalıyıq. Elə gəlin birbaşa delta U kimi hesablayaq. Delta U bərabərdir 2-də 3 P delta V bərabərdir. Burada V sabitdir deyənə V delta P yazaq. Gəlin, V delta P. 2-də 3, 4 desimetrin kubu 4 vurulsun. Desimetrin kubunu da əsas vahidlərə çevirək. Biz bilirik ki, bizim deməli, desimetr kubumuz, 1 desimetrimiz 10 üstü mənfi 1 metrdir. Onda desimetrin kubu da 10 üstü mənfi 3 metr kubu olacaq da. Deməli, biz yazırıq 4 vurulsun 10 üstü mənfi 3. Sonra vurulsun delta P, yəni 60 kilopaskal, 60 vur 10 üstü müsbət 3. Burada da 10 üstü müsbət 3 ilə 10 üstü mənfi 3 gedir. Bunlar gedir 2, 3 vur 2, 6, 6'nı da 60'a vuranda 360 olur. Doğru cavabımız. Vəssalam, bizim birinci qəbulumuz bitdi. Ümid edirəm ki, sizə hər şey aydındır. Mən ola bilər biraz sürətlə danışdım. Maksimum istədim ki, video çox uzanmasın ki, sizi də yormasın. İnşallah ki, izləyəndən sonra suallarınız qalsa, qrupa yazarsınız, qrupda olanlar, qrupda olmayanlar isə rəylərdə yaza bilər. Və son olaraq yenə də xatırlatmaq istəyirəm kiçik bir xahişimi ki, kimlər ki kanala abunə deyil, kanala abunə olun. Videoları da əgər bəyənirsinizsə, sizin üçün yararlı olursa, dəstək məqsədi ilə bəyənib rəy yaza bilərsiniz. İnşallah gələn videolarda görüşənə qədər. Hələlik.